danışır, hamı İlhamı təhqir eləyir, hamı danışır. Bu sifəti birinci dəfədir görürəm mən. Bilmirəm ölkədədir, xaricdədir. Da İlhamı təhqir eləməyən yoxdur, İlhama üzünə tüpürməyən yoxdur, İlhama söyməyən yoxdur. Baxın. İlham Əliyevin çıxışı şoka düşdüm onun sözlərindən, sözün açığı. Yəni bu adam özünü konkret qoyubdu alçaqlığa. Bu adam deyir ki, Azərbaycanda korrupsiya sıfır səviyyəsindədir. Rüşvətxorluq sıfır səviyyəsindədir. Məmurla vətəndaşın arasında kobudluq deyilən şey yoxdur. Bürokratiya sıfır dərəcəsindədir. Özləri nə dedi? Dedi ki, bu hamısı deyil, mənim deyil, təşəbbüsüm altında həyata keçirilibdir. İlham Əliyev, demək istəyirəm ki, sənin təşəbbüsün altında bir sən həyata keçirilibdir. Atanla bir yerdə son 30 ildə Azərbaycanı çevirdiniz bir dənə böyük fahişəxanaya.